Herkese salam. Bugün sizlerle 6. sınıf riyaziyyat iş dəftərindən səhifə 27-dəki tapşırıqların izahlarına baxacaq. 6 nömrəli tapşırıqdan başlayaq. Yazılıb ki, qonşu bucaqların dərəcə ölçüləri 7/8 nisbətindədir. Hər bucağın dərəcə ölçüsünü hesabla və uyğun qonşu bucaqları çək. Biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabər olur. 180 dərəcəlik bucaq, belə düşünün ki, 2 yerə bölünüb, 7 və 8 nisbətində 2 hissəyə bölünüb. Bunlar da qonşu bucaqlardır. Biz bilirik ki, kəmiyyəti müəyyən nisbətdə bölmək üçün 2 üsulumuz var. Hər iki üsulla bu misalı yazarıq. İndi 180 dərəcəli bucağı 7-8 nisbətində bölmüşük. Birinci yolumuz odur ki, nisbətin hədlərini toplayırıq və ümumilikdə neçə hissəyə bölündüyünü, kəmiyyətin neçə hissəyə bölündüyünü tapırıq. 7 ilə 8-in cəmi, baxın yazırıq 7 isə 8, elə də 15. İndi 180-i bölürük 15-ə. Baxırıq ki, hər hissəyə neçə dərəcə düşür? Deməli, 180 15-ə bölünür. 12 dəfə, bəli. Deməli, hər hissəyə 12 dərəcə düşür. Hər bir hissəyə 12 dərəcə düşürsə, 7 hissəyə neçə dərəcə düşür? Bunu tapmaq üçün 7-ni 12-yə vuracaq. 7-ni 12-yə vuranda alınır 84 dərəcə. Daha sonra və 8 hissəyə neçə dərəcə düşəcək? Bunu tapmaq üçün də 8-i 12-yə vurarıq. Alınır 96 dərəcə. Deməli, hər bir bucaq 84 dərəcə olacaq. Digəri isə 96 dərəcə olar. Bu birinci usul idi. İndi keçək. Burada elə ikinci usul yazaq. İkinci usul. Bu biridir. İkinci usul da budur ki, tənlik şəklində yazırıq. Əgər bir hissəyə x desək, onda 7/8 nisbəti. 7 hissəyə düşəcək 7x, 8 hissəyə düşəcək 8x. Bunların da cəmi bilirik ki, nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Mən burada belə bir tənlik qururam. 7x + 8x bərabərdir 180 dərəcə. Bu tənliyi həll edirəm. 7x-in üzərinə 8x gələndə alınır 15x bərabərdir 180 dərəcə. Buradan da x-i tapmaq üçün bilirik ki, 180-i 15-ə bölürük, alınır 12. X-i 12 tapdıq, indi hissələri tapaq. Hissələr 7x və 8x-idir. Gəlin hər iki hissəni tapaq. 7x tapmaq üçün təbii ki, 7-ni vururuq 12-yə, yəni x-ə vururuq. X-in qiyməti də 12 olduğu üçün 7 yerinə qoyuram. 7 vur 12 alınır 84 dərəcə. 8x-i tapmaq üçün də 8-ə 12-yə vururuq, alınır 96 dərəcə. Beləliklə tapdıq. Deyir, hesabla və uyğun qonşu bucaqları çək. Mən təqribi çəkə biləcəm. Siz də dəftərinizdə çəkərsiniz. Belə. Bu kör bucaq olan hissə olsun 96 dərəcə. 90 dərəcədən biraz böyük. İti bucaq da 84 dərəcə. Qonşu bucaqlar bilirsiniz ki, cəmi 180 dərəcəyə bərabərdir. Belə. Keçək daha sonra 7 nömrəli tapşırığımıza baxaq. 7 nömrəli tapşırıqda baxaq nə deyilir? Ərintidə 5 hissə mis, 2 hissə qalay var. 4,2 kiloqram ərintidə hər metaldan nə qədər var? Deməli, ümumilikdə nə qədər ərintimiz var? 4,2 kiloqram. Bu ərintinin içində mis var və qalay var. Hər metala neçə hissə düşür? Deməli, misə 5 hissə düşür, qalaya isə 2 hissə düşür. Deməli, bunlar 5/2 nisbətindədir. Baxın, mis ilə qalayın nisbəti 5/2 nisbətindədir. İndi bunu da hər iki yolla yaza bilərik. Bayaq dediyim kimi 2 yolla. Birinci üsulumuz budur ki, deməli, ümumilikdə baxırıq ki, bu kəmiyyət, yəni 4,2-ni belə düşünün ki, hissələrə bölüblər. Ümumilikdə 5 + 2. 5 + 2. Yəni 7 hissəyə bölüblər. Elir 7. Yəni bu 4,2-ni 7 hissəyə bölüblər. Bunun 5-i düşüb ərintiyə, 5 hissəsi düşüb ərintiyə, 2 hissəsi düşüb qalaya. İndi 4,2-ni gəlin bölək 7 hissəyə, 4,2-ni 7-yə böləndə alınır 0,6. Dəqiqə. 0,6. İndi bəs 5 hissəyə neçə düşəcək? Bu 1 hissənin qiymətidir 0,6. 5 hissəyə nə qədər? Deməli, 5 hissəsi hansı metaldır? Misdir. Misə nə qədər düşür? Misin kütləsi nə qədər olur? 1 hissə 0,6 ise 5'i də vururuq 0,6'ya alınır 3. Deməli 3 kiloqram nə olacaq mis?
Sonra 2-ni vuracağıq 0,6'ya, buradan da alınar 1,2 kilogram qalay. Belə. İkinci üsulumuza keçək. İkinci üsulumuz da buydu ki, dediyim kimi bunlar əgər 5-2 nisbətindədirsə tənlik quracağıq. Bir hissəyə x desək, mis olar 5x, qalay olar 2x. 5x ilə 2x'in cəmi bərabər olar 4,2. Belə bir tənlik qururuq. İndi gəlin tənliyi həll edək. 5x-də gəl 2x alınır 7x bərabərdir 4,2. Buradan x-i tapırıq. 4,2-ni bölürük 7 alınır 0,6. X 0,6 ise indi gəlin hissələri tapaq. Deməli 5x mis var idi, 5x qədər mis var idi. Bunu tapmaq üçün 5'i vururuq, x'in qiymətini yerinə qoyuram. 5 vurulsun 0,6 alınır 3. Deməli 3 kilogram mis var. Bayaq tapdığımız qaydada eyni ilə həmin qiymətləri aldıq. 2x qədər də qalay var. İndi qalayı tapaq. 2 vurulsun 0,6, bu da bərabər olur 1,2 kilogramda qalay var. Belə. Hər iki yolla həll etdim. Hər ikisində də gördüyünüz kimi eyni cavabları almış olduq. Daha sonra keçək digər sualımıza baxaq. Bundan sonra deməli gəlir 8 nömrəli tapşırığımız. Perimetri 48 cm olan düzbucaqlı üçbucağın tərəfləri 3 bölünsün 4 bölünsün 5 nisbətindədir. Bu üçbucağın tərəflərinin uzunluqları neçə santimetrdir? Bu üçbucağın sahəsini tapın. Düzbucaqlı üçbucaqdır. Baxın, çəkirəm düzbucaqlı üçbucaq. Bir dəqiqə. Belə bir düzbucaqlı üçbucaq çəkdik. Bu üçbucağın tərəfləri nisbəti 3, 4, 5 nisbətindədir. Deməli, perimetri bilirik ki, bütün fiqurlarda eynidir. Fiqurun perimetrini tapan zaman tərəflərinin cəmini tapırıq. Əgər tərəflər 3, 4, 5 nisbətindədirsə, biz yaza bilərik 3x üstə gəl 4x üstə gəl 5x. Bərabərdir nəyə? Bunların cəmi nəyə bərabər? Təbii ki, perimetrə. Tərəflərin cəmi perimetrə bərabər olur axı. Perimetrdə 48 cm. Buradan tənlik qurmaqla həll edirik. 3x üstə gəl 4x 7x, 7x üstə gəl 5x 12x. 12x bərabərdir 48'i alırıq. X'i buradan tapırıq. 48'i 12'ye bölürük, alınır 4. X'i 4 tapdıqsa indi gəlin tərəflərin hər birini tapaq. X 4'dür. Tərəflər isə 3x, 4x və 5x'dir. Hər birinin qiymətini gəlin tapaq. X 4'dürsə 3 vurulsun 4 birinci tərəf, yəni 12 cm olacaq. İkinci tərəf 4 vurulsun x'in qiyməti 4, 16 cm. Üçüncü tərəf 5 vurulsun x'in qiyməti 4, alınır 20 cm. Hər birini tapdıq. Gəlin yazaq. 12, 16 və 20 cm yazdım. İndi ki, bu üçbucağın sahəsini tapın. Üçbucağın sahəsinin düsturu var uşaqlar. S bərabərdir. Baxın, düzbucağa bitişik tərəflərin uzunluqları, düzbucağı bu bucaqdır 90 dərəcə. Bunun bitişik tərəflər 12 ilə 16'dır. 12 ilə 16'nın hasilini bölürük 2'yə, sahənin düsturu. Yəni belə, baxın. Tutaq ki, bu düzbucaqlı üçbucaqdırsa, düzbucağa bitişik tərəflər A ilə B-dirsə, sahənin düsturu olur S bərabərdir. A vurulsun B bölünsün 2. İndi biz də düzbucağa bitişik tərəfləri yazdıq. 12 vur 16 böl 2. Buradan da gəlin birinci x-larımızı aparaq. Sonra da qiyməti daha rahat şəkildə tapaq. 2 ilə 16 da x-lər gedir 12-də, fərqi yoxdur. 2 ilə 16-nı x-lər aparam. 2, 2, bir dəfə 16, 2-yə 8 dəfə. 12'ni də vururam 8'ə, alınır 96. 96 kvadrat santimetr. Deməli, bu üçbucağın sahəsində tapmış olduq. Belə. Bu hissəni, baxın, cəmiyyətin müəyyən nisbətdə bölünməsi. Bunu digər yolla da tapa bilərdik. Artıq izah etmişəm. Özünüz də həmin formada tapa bilərsiniz. Yəni, nisbətin hədlərini toplayırsınız. 3 hissə gəl, 4 hissə gəl, 5. Alınır 12. Sonra cəmi, yəni 48'i 12'ye bölürsünüz. Baxırsınız ki, hər bir hissəyə nə qədər düşür? Hər bir hissəyə düşən qiyməti tapandan sonra digər hissələri bir-bir tapırsınız. Birinci hissəni tapmaq üçün 3'ə vurmalıyıq. Çünki bir hissəyə tapılanı 3'ə vurmalıyıq ki, 3 hissəyə tapılanı da tapaq. Sonra digərini 4'ə, digərini də 5'ə eyni cavablar alarsınız. Yəni hər iki yolla yaza bilərsiniz. Belə.
Daha sonra keçək 9 nömrəli tapşırığımıza baxaq. 9 nömrəli tapşırıqda baxaq bizə nə deyilir. Yazılıb ki, qutuda mavi, qırmızı və yaşıl rəngli topların sayları 5 bölünsün 4 bölünsün 1 nisbətindədir. Qırmızı topların sayı yaşıl topların sayından 4 dənə çoxdur. Qutuda hər rəngli topdan neçəsi var? İndi bu topların nisbəti 5 bölünsün 4 bölünsün 1 nisbətindədirsə, bilirik ki, biz hər bir hissəyə, yəni hər bir hissəyə belə deyək də, x desək, onda bu hissələr olar 5x, 4x, 1x. İndi gəlin belə də yazaq. 5x, 4x, bir dəqiqə, 5x, 4x və 1x. 1x-in qarşısındakı 1-i yazsaq da olar, yazmasaq da. Yazmamaq daha yaxşı olacaq. Belə. 5x, 4x, 1x yazdıqdan sonra bunların nisbətlərini yazıram. İndi deyir ki, mavi, qırmızı və yaşıl toplarının sayları. Ardıcıl yazın. Baxın, bu mavi olsun, bu qırmızı, bu da yaşıl. Topların sayları nisbətini bizə verib. Qırmızı topların sayı yaşıl topların sayından 9 dənə. Baxın, dənə deyilsə çoxdur. 9 dənə deyilsə, çoxdur deyilsə üzərinə gəlirik, arsızlıq deyilsə çıxırıq, belə yəni. Dəfə desəydi vurub bölərdik, vurardıq və yaxud da bölərdik. Burada isə dənə deyəndə bilirsiniz ki, toplama çıxmalıdır. Deməli, nədən çoxdur? Bir də diqqətlə baxaq. Qırmızı topların sayı, yəni 4x, yaşıl topların sayından 9 dənə çoxdur. Yəni, mən yaşıl topların sayı x-dir də. Bunun üzərinə 9-u gəlsəm, qırmızı topların sayını almış olaram, yəni 4x-i almış olaram. Çünki qırmızı topların sayı yaşıl topların sayından 9 dənə çoxdur. Qırmızı çoxdur, yaşıl azdır. Az olanın üstünə təbii ki 9 gəlməliyəm ki, çox olanı alım. Deməli, belə bir tənlik qurduq. İndi gəlin bu tənliyi həll edək. Tənliyi həll etmək üçün bilirsiniz ki, tənliyi həll etmək üçün dəyişənlər tənlikdən bir tərəfə, ədədlər digər tərəfə yığılır. Baxın, 9 sol tərəfdədir, müsbətdə olduğu kimi də saxlayıram. 4x sağdadır, olduğu kimi saxlayıram. Burada görünməyəcək. Bir dəqiqə. Bunu aşağıdan bir də yazıram. Deməli, bərabər qoydum ortada. Bir dəqiqə. Bərabəri qoydum ortada. İndi 9 soldadır olduğu kimi saxladım. 4x sağdadır olduğu kimi saxladım. X də soldadır. Bunu da sağa keçirirəm. Çünki x-lərin hamısını, dəyişənlərin hamısını sağ tərəfə keçirirəm. X-i də sağa keçirdiyim üçün müsbət idi. Bir tərəfdən digər tərəfə keçirsə işarəni dəyişir olur. Mənfi x. Tənliyi həll edirəm. 9 bərabərdir. 4x-dən x çıxanda qalır 3x. X-i də tapmaq üçün təbii ki 9-u 3-ə bölməliyik. 9-u da 3-ə böləndə alınır 3. X bərabərdir 3. X-i 3 tapdıqsa, indi gəlin ardına baxaq. X 3-dürsə, gəlin topların sayını tapaq. Mavi topun sayı neçədir? 5x. Deməli, X 3-dürsə, mavi topların sayını necə tapırıq? X-in qiymətini yerinə qoyuruq. 5 vurur 3, 15. Daha sonra, qırmızı topların sayını necə tapırıq? 4x-i. X-in qiymətini yerinə qoyuram. 4 vurulsun 3 bərabərdir 12. Daha sonra yaşıl topların sayını necə tapıram? 1x, x-in qiyməti də 3-dür olduğu kimi qalır. Belə. Qalandan sonra indi bizə deyir ki, qutuda hər rəngli topdan neçəsi var? Bəli, tapdıq. Mavi topdan 15 dənə, qırmızı topdan 12 dənə, yaşıl topdan da 3 dənə var. Belə. Daha sonra davam edək. Sonuncu tapşırığımıza baxaq. 10 nömrəli tapşırıq. Bir dəqiqə 10 nömrəli tapşırığa baxaq. Yazılıb ki, parkda zanbaq, yasəmən və qızılgül kolları əkildi. Zanbaq və yasəmən kollarının sayları 2/3 nisbətində, baxın yazıram. Zanbaq ilə yasəmən kollarının sayları 2/3 nisbətindədir. Yasəmən ilə, bunu yazdıq, indi ardını yazıram. Yasəmən ilə qızılgül kollarının sayları isə 3/4 nisbətindədir. Cəmi 108 kol varsa, hər güldən neçəsi əkildi? Baxın, zanbaq ilə yasəmənin kollarının nisbəti 2/3, yasəmən ilə
Qızılgülün sayıları nisbəti 3/4-dür. Fikir versəz görürsüz ki, hər iki halda Yasəmənə 3 düşüb. 3 nisbəti. 3 hissə düşüb, belə deyək də, Yasəmənə 3 hissə düşüb. 3 hissə düşübsə, hər ikisində eyni hissə düşübsə, artıq olduğu kimi saxlayırıq. Yəni, bəzən olur ki, bəzi suallarda olur ki, Yasəmənə belə tip suallarda bir dəfə 2 düşür, bir dəfə 3 nisbət düşür. Orada artıq bərabərləşdirmə ehtiyacı olur. Burada artıq eynidir hissələr deyə bərabərləşdirməyə ehtiyac yoxdur. İndi mən bunların üçünü də bir nisbət kimi yaza bilərəm. Baxın, Zanbaq, Yasəmən və Qızılgül. Hər ikisində ortaq olan Yasəməndir. Və Yasəmənin hissəsi hər zaman 3-dür. Ona görə burada artıq problem yoxdur. Yasəmənə yazdım 3, Zanbaqa yazdım 2, Qızılgülə yazdım 4. Üçünü də əgər bir nisbətdə yazsaq, 2/3/4 nisbətində yaza bilərik. Problem yoxdur. Daha sonra biz bilirik ki, ümumilikdə neçə kol var? Cəmi 108 kol var. Cəmi 108 kol varsa, biz bunu dediyimiz kimi kəmiyyətin müəyyən nisbətdə ayrılması üçün, biz bunun müəyyən nisbətdə bölünməsi üçün 2 yol var. Gəlin hər bir yolla yazaq. Bir yol tənlik qurmaqla idi. Tənliyi necə qururduq? Yadınızdadır. 2x üstə gəl 3x üstə gəl 4x bərabər eləyirdik 108-ə. Buradan 2x üstə gəl 3x 5x, 5x üstə gəl 4x 9x bərabərdir 108. Buradan x'i tapırdıq. X bərabərdir 12-yə. 12. X'i 12 tapandan sonra indi gəlin hissələri bir-bir tapaq. Biri 2x idi, biri 3x idi, biri də 4x. İndi 2x'i tapmaq üçün x'in qiymətini yerinə qoyuram. 2 vur 12, yəni 24. Daha sonra digəri neçə idi? Bir dəqiqə 3x idi. Digəri 3x idi. Qiyməti yerinə qoyuram. 3x bərabərdir 3 vurulsun 12, yəni 3'ü 12'ye vuranda alırıq 36. Sonuncu da 4x, yəni bərabərdir 4 vurulsun 12. 4'ü də 12'ye vuranda alınır 48. Deməli, tapdıq ki, 2x hansının hissəsi idi? Zanbaq. Deməli, 24 sayda 24 ədəd zanbaq. Daha sonra 36 ədəd Yasəmən yazıram və 48 ədəd də Qızılgül olub. Hər güldən neçəsi əkilib? Deməli, hər güldən tapdıq ki, neçəsi əkilib. Başqa birinci yolumuz var idi. 2 dənə yol var idi. Bu ikinci yolumuz idi. Birinci yolda belə idi ki, 108 neçə hissəyə bölünüb ümumilikdə onu tapmalıyıq. Bunun üçün nisbətin hədlərinin cəmini tapıram. 2 üstə gəl 3 üstə gəl 4. Alınır burada neçə? 9. Deməli 108 9 hissəyə bölünüb. Bunun üçün 108-i 9'a bölürəm və hər hissəyə düşən sayı, gül sayını tapıram. 108 9'a böləndə alınır 12. 12 isə deməli hissələr neçə idi? Biri 2 hissə düşmüşdü. Bir hissəyə əgər 12 isə 2 hissəyə neçə düşüb? Bunu tapmaq üçün təbii ki 2'ni 12'ye vururuq alınır 24 gül. Bir hissə 12 isə 3 hissəyə nə qədər düşüb? 3'ü 12'ye vururam alıram 36. Bir hissə 12 isə 4 hissəyə nə qədər düşüb? 4'ü vururam 12'ye alıram 48. Belə. Deməli 24 zanbaq, 36 Yasəmən və 48 Qızılgül olur. Belə. Səhifə 27-dəki tapşırıqların sonuna gəldik. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun.